Bizim bugünkü dərsimiz müəllimələr. Fəaliyyət məşğələlərinin sonuncusu olan quraşdırma fəaliyyətinin tədrisi metodikasıdır. Biz ilk öncə bilməliyik ki, quraşdırma əməli fəaliyyətdir. Quraşdırma idrak bir də sensor etalonla bağlıdır. Hansı ki, quraşdırmanın təşkil formalarının mövzunun məzmununa görə müxtəlifliyi olur. Uşaqlar da müxtəlif növ materiallardan, kağızdan, kartondan, istənilən hər hansısa bir təbiət materiallarını istifadə etməklə quraşdırma apara bilərlər. Hansı ki, bu mövzuya da fikir və ya tələblərə görə işini qururlar. Birinci kiçik qrupdan etibarən quraşdırma başlayır. Burada nə cür olur? Diqqəti böyüklərin hərəkətinə yönəlmək lazımdır. Və burada onların çoxlu oyuncaqları hazırlamaq mümkündür. Bu yaşda uşaqların diqqətini böyüklərin hərəkətinə yönəldikdən sonra müəllim hər addımını sözlə izah eləyir. Uşaqlar isə müəllimin dediyini təkrarlayırlar. Bu yaşda hansı ki 2 blokdan istifadə edirlər. Yəni bunlardan biri kubdur, biri də kərpicdir. Müəllim tədricən uşaqların oyunlarını, yəni quraşdırmanı çətinləşdirir. Quraşdırmada iştirak edən detalların sayını artırır, prizma əlavə eləyir. Getdikcə yəni uşaq daha çətinləşmiş formada quraşdırma işi aparır. Misal üçün ilk olaraq müəllim belə deyim də oyuncaqların yoğunluğunu qeyd eləyir. Onlara oturacaq düzəltməyi təklif eləyir. 2 kubun üzərinə kərpic qoymaqla bunlar oturacaq halındıra bilirlər. Hətta biz istəsək belə deyim də uşaq vaxtı misal üçün hər hansısa bir kubiki üst-üstə qoyaraq o bir-birinə keçirmə olur. Kublar deyirlər ona. Bax ondan nə bilim yataq da düzəldə bilirdik, stol da düzəldə bilirdik, hətta maşın da düzəldə bilirdik. Yəni belə deyim də ondan istənilən formada kubiklərdən düzəltmək olur. Və belə ki, olduqca tədricən stol, stul, maşın, pilləkən, yataq bunları düzəldə bilirlər. Və tapşırıqlar tədricən çətinləşdikcə ona uyğun olaraq vaxtı artırmaq olur. İlk əvvəl 3-6 dəqiqə başlayır quraşdırma. Yəni uşaqlar ilk 3-6 dəqiqə olur. Getdikcə tərbiyəçi vaxtı uzadır. Quraşdırma işi tamamladıqdan sonra tərbiyəçi uşaqların fikrini dinləyir. Əl işlərinin dayanıqlığını, gözəlliyini mütləq şəkildə uşaqlara vurğulayır. Yəni mən sual versəm ki, belə deyim də ilk neçə dəqiqədən etibarən başlayır? 3-6 dəqiqədən. Daha getdikcə də vaxt uzanır uşaqlar daha çox iş görməkləri üçün. İkinci qrupda isə həm fiziki, həm də həqiqi cəhətdən uşaqlar inkişaf edirlər. Uşaqlarda dinləmə və dərk etmə bacarığı artır. Dinləmə olduğuna görə də uşaqda ünsiyyət inkişaf edir. Konstruktorlardan istifadə edirlər. Bax bu şəkildə gördüyünüz konstruktorlardır. Hansı ki onlar 4-5 kərpici və ya kubikləri üst-üstə qoymaq, onları stolun üstündə müxtəlif formada, uzunluğa və yaxud da eninə düzüb özünə məxsus elementlər qura bilirlər. Və burada bir şey deyim ki, hansı ki qurma nümayiş etdirmək, detalları fərqləndirmək, adlandırmaq, fikir söyləmək, məsəl üçün kubikdir, kərbicdir, enlidir, ensizdir, böyükdür, balacadır, qoy, götür, gətir. Bu kimi bacarıqlara uşaqlar sahib olurlar. Və uşaq anlayışlarla bağlı qazanılan ümumi bacarıqlar təxminən 8-10 oyundan istifadə etməklə burada yol enlidir və yaxud da ensizdir, bu qatar yoludur, bu hasardır, bu avtomobildir, belə əldə edirlər. İkinci kiçik qrupdan başlayaraq quraşdırma işlərində konstruktordan istifadə olunur. Belə deyim də, sadə qurğular hazırlanır. Deyək ki, tərbiyəçi avtomobillər üçün qaraj hazırlamağı uşaqlara təklif edir. İlk öncə sualları ünvanlayaraq qarajın əhəmiyyətini, funksiyasını uşaqlara çatdırır. Uşaqların hansı ki, bağçanın yerləşdiyi ərazinin yaxınlığında qaraj varsa, onları göstərə bilər ki, baxın, qaraj bunlardır. Yoxdursa belə illüstrasiya, yəni hər hansısa bir şəkillə də uşaqlara qarajın quruluşunu göstərə bilər. Sonra orta qrupdan etibarən isə ən çox, belə deyim də, orta qrupda ən vacib xüsusiyyətlərdən biridir ki, origami deyirlər buna. Qatlanmış kağız deməkdir origami sözünün mənası. Burada tərbiyəçi uşaqlara müəyyən tikintini öyrətməzdən əvvəl həmin əşyanın hissələrini göstərməklə kifayətlənmir.
Hətta yol tikintisi və ya bununla bağlı məşğələ üzrə oyun həyata keçirməzdən əvvəl tərbiyəçi gəzinti təşkil edir ki, nəqliyyatda, evlər arasında yolların xüsusiyyətləridir. Bunlar barədə uşağa məlumat versin və bunu uşaqların təfəkküründə formalaşdırsın. Uşaqlar yolun estetikasını diqqətdə saxlamağa, qurlaşdırmada müvafiq rəngdə kərpiçdən istifadə edə bilərlər. Və orta qrupda kağızla qurlaşdırma edilir. Bunu da dediyim kimi əsasən ağ, qalın kağızlardan istifadə olunur. Nazik kağızdan da istifadə edilə bilər. Baxın, origami az öncə dediyim kimi mənası qatlanmış kağız deməkdir. Yapon dilindən götürülmüşdür. Origaminin tarixi kağızın yarandığı qədim Çindən gəlibdir. Çinin origami ağ kağız incəsənəti adlandırırlar bunlar, Çinlilər bunu. Və bu qanun origaminin yarandığı gündən bu günə qədər mövcud olub, ona da riayət olunur. Məsələn, qanunun texnikası unikal eləyir və 19-cu əsrin əvvəllərində Alman pedaqoqlar, məktəbəqədər tərbiyə üzrə mütəxəssis Friedrich Frebel uşaq bağçalarında elə bil ki, uşaqların zehnini, yaradıcılığını, intellektini inkişaf etdirməkdən ötürü origami məşğələsi keçirməyi təklif edir. Müəllimlər də origami texnikasından uşaqlara həndəsi qaydaları öyrənmə məqsədindən istifadə olunur. Biz baxın, kağızdan gəmi də düzəldə bilərik. Bax, bunun özü də origamidir. Misal üçün, kağızdan yerpənək də qatlayıb düzəldə bilərik. Bunun özü də origamidir. Bax, görürsünüz, kəpənəyin düzəldilməsi belə origamidir. Baxın, balıq düzəldilib, heyvanların hər hansısa bir baş fiqurları düzəldilib. Bunlar da origami adlandırılır. Və hansı ki, təbiət materiallarına qurlaşdırmalarda orta qrupdan başlayaraq həyata keçirilir. Qurlaşdırma şabalıddır, şam ağacının qozalarıdır, küknardır. Bu ağacların qabığı və budaqların kəsilmiş ağacların oduncağı, saman, qoza istifadə olunur. Qeyd olunan hansı ki bu materiallardan hazırlanan oyuncaqlar öz təbiiyini daha çox diqqətlə cəlb edirlər. Bu da uşaqlarda təbii materiallardan istifadə etməklə maraqlı maketlərin hazırlamasına nail olurlar. Hətta burada tüklü faktura ilə əlaqəli olaraq ortaq cəhəti hər ikisində qayçı olmur. Burada da təbiət materiallarından istifadə olunur. İndi isə gəldik böyük qrupda qurlaşdırma. Burada hərəkətləri, konstruksiyaya üstünlük, uşaqların fantaziyası, dizayn bacarıqları inkişaf elətdirir. Xüsusi yer müəyyən şərtlərə uyğun qurlaşdırma fəaliyyəti verilir. Məsələn, 3 maşında yerləşən qaraj və 2 mərtəbəli eyvanlı ev qurlaşdırmaq lazımdır. Hansı ki, hərəkətləri, hissələri olan konstruksiyaya üstünlük verilir. Məsələn, təkərlər, açılan qapılar, pəncərələr bunlar olur. Qurlaşdırmanın hər bir elementi düşünülmüş olur. Baxın, şəkildə görürsünüz. Təyyarə qurulub tək plastilindən. Bəzi hissəsi plastilindən, bəzi hissəsi hər hansısa bir bitkinin hissəsindən, bəzi hissəsi, bax, burada görürsünüz, belə bir tıxac var, uzun sov, içi qapaqlarının ağzında olur, şərab şüşələrinin. O tıxacdan bir şey düzəldiblər, təkər düzəldiblər. Ağaçların, görmüsünüz, ağaçların belə uzun sov, pəro bənzəyən şeylər olur. Yarpaqları deyəm də ona. Bax, onlardan pər düzəldiblər. Beləliklə, hər bir şey düşünülmüş şəkildə. Həcmli əşyanı yavaş-yavaş sıxımlərlə əvəz edirlər. Uşaqlar da qurlaşdıracağı əşyalı öz fantaziyalarına buraxılır. Məktəbə hazırlıq qrupunda qurlaşdırma isə burada qrupda intellektual keyfiyyətləri yüksək olur. Şəkil illüstrasiya ilə icra edirlər. Bu, hansı ki, işə dəqiqliklə yanaşmaq bacarığını, qiymətləndirməyi, materialları seçmək qabiliyyətini, intellektual keyfiyyətləri ilə fərqlənirlər. Bu baxımdan da onların apardıqları qurlaşdırma öz məzmunundan, məqsəd və vəzifələrinə görə əvvəlki qrupların keyfiyyət baxımından üstünlük təşkil edir.
Bir də həmin yaş dövründə uşaqlar şərtlər əsasında qurlaşdırmadır, şəkildir, illüstrasiyadır, çertyojdur, bunlar üzrə icra eləyirlər. Yalnız yeni məzmunun daşıyan qurlaşdırma zamanı tərbiyəçi izahat verir. Yoxdursa tərbiyəçi yəni izahat vermir, uşaqlara buraxır. Qurlaşdırma zamanı uşaqlara sərbəstlik verilir. Əgər körpü qurlaşdırılırsa, ilk öncə tərbiyəçi müxtəlif körpü növləri haqqında, əgər uşaqların məlumatı yoxsa, bu haqqında məlumatlandırır və yaxud da şəkil göstərir. Sonra kim hansı qurlaşdırmanı istəyirsə, onu qurur. İşini bitirdikdən sonra hər kəs öz əsərini nümayiş etdirməyə başlayır. Beləliklə müəllimələr, qurlaşdırma da bitdi. İnşallah artıq gələn dərsdən biz yeni mövzularla davam edəcəyik.